Bərdə rayon sakini çöl quşlarını görmək üçün təbiətə üz tutmur. Elə öz həyətindəcə onları bəsləyərək zövq alır. İndi onun təsərrüfatında müxtəlif növ çöl quşlarına rast gəlmək mümkündür. Məqsədi isə onların sayını artıraraq təbiətə buraxmaqdır. Bərdə rayon sakini Rafiq Abbasov 10 ildən artıqdır ki, şəxsi təsərrüfatında 9 növdən olan 70-ə yaxın çöl quşunun bəslənməsi ilə məşğuldur. Bir qırqovulun təsadüfən onun həyətində özünə yuva qurmasından sonra Rafiq Abbasovun çöl quşlarına marağı artıb. İndi onun təsərrüfatında Türkiyə, Ukrayna və başqa ölkələrdən gətirilən qanadlara rast gəlmək mümkündür. Gümüş qırqol var, Korolevski qırqol var, qırmızı qızıl qırqol var, almaz var. Ondan sonra yerli toz quşu deyim, Hind toz quşu deyim, onlardan var. Qaraqanad toz quşum var. Həvəskar insan quşların sayını da şəxsi inkubatorunda artırır. Onların gündəlik qidası isə arpa, buğda, qarğıdalı, günəbaxan, balıq qulağının qarışığı, üydülmüş yonca, kartof, soğan, yerkökü, göygərti və başqa bitkilərdir. Rafiq Abbasov deyir ki, canlılar vaxtında müxtəlif xəstəliklərə qarşı peyvətlənir. Yaxın bir neçə gün ərzində isə quşlar üçün qış hazırlığına başlanılacaq. Bizə yerin təmiz saxlamaq lazımdır, yer yurdu təmiz olmalıdır. Təmizlik daha gözəldir ki, xəstəlikdən daha çox uzaq olur. Rafiq Abbasov çöl quşlarının gözəlliyindən zövq alır. Elə onları da sataraq pul qazanmaq üçün deyil, məhz zövq üçün saxlayır. Məqsədi bu qanadların sayını artıraraq təbiətə qaytarmaqdır. Şahin Qurbanzadə, Daşqın Abdullayev, Ziya İsmailov, Bərdə.